Bərdə rayonunda Yeniyetmə çayda boğulub. Qafqaz İnfonun məlumatına görə hadisə Tərtər çayının Bərdə şəhər ərazisindən keçən hissəsində olub. Belə ki, Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayında boğularaq dünyasını dəyişib. Hələlik onun hansı şəraitdə çaya düşdüyü məlum deyil. İlkin məlumata görə Əli Fərəcov Tərtər çayının sahilinə yaxın olan şadlıq saraylarından birində təşkil edilən toya gedibmiş. Faktla bağlı araşdırma aparılır. Lerik rayonunun Sivəkaran kəndi ərazisində bir nəfər dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meşəlik ərazidə gəzintidə olan şəxs piyadalar üçün nəzərdə tutulmuş körpüdən dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb. Xilasedicilər bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü Elnurə Abbasovaya müvafiq köməklik göstərərək dərədən təxliyə edib və təcili tibbi yardım briqadasına təhvil veriblər.